Bugünkü qonağımız dəyərli şəxsiyyət. Mənə görə alim olmaqdan əlavə, elmindən əlavə helmi ilə də seçilən, bugün özü bildirəcək. Dəyərli şəxsiyyət Siyavuş Quliyev. Siyavuş müəllim, buyurun. Təşəkkür edirəm. Tüm qonaqları salamlayıram. Xoş gəlmisiniz deyirəm hər birinizə. Düşünürəm ki, bura gəlməkdən çox məmnun qalacaqsınız. Sağ olun. Gəlin sizə Siyavuş müəllimi təqdim edək və onun haqqında qısa bir məlumat verək. Ondan sonra isə siz özünüz fikirləşin görək Siyavuş müəllim kimdir? Onun haqqında olan məlumatları mən də oxuyanda maraqlı gəlmişdi. Siyavuş müəllim 1962-ci ilin mayın 2-sində dünyaya gəlib. Yəni bir alqışlayaq. Akademik və praktik təcrübəni birləşdirən tədqiqatçı alimdir. O 1984-cü ildə Baş Dövlət Universitetini bitirmiş, daha sonra 1990-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını tamamlayaraq elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdi. Son 20-25 il ərzində fəaliyyətinə əsasən övlad tərbiyəsi və inkişafı sahəsində həsr edən Siyavuş Quliyev xüsusilə son 3 ildə bu istiqamətdə intensiv elmi işlər görmüşdür. Onun fəaliyyəti yalnız nəzəriyyə ilə məhdudlaşmır. O, gənclərə, valideynlərə psixoloji dəstək göstərir, ailə həyatına hazırlıq prosesində maarifləndirici bir tərz ortaya atır. O, bu günə qədər övlad tərbiyəsi ilə bağlı 11 kitab, yeniyetmələrin psixoloji inkişafına dair 2 kitab, gənclər və ailə həyatına hazırlıq mövzusunda 5 kitab yazıb. Necədir? İndi isə Siyavuş müəllimə belə bir sual vermək istəyirəm. Bu sizin adınızdan əvvəl gələnlər idi. Bəs adınızdan sonra nə gəlir Siyavuş müəllim? Adımdan sonra içimdəki o ruh gəlir. Yəni, faydalı olmaq, gərəkli olmaq. Belə bir ifadə var. İnsan 3 şey özü ilə aparmamalıdır. Cibindəkini, əlindəkini, bir də ki, başındakı. Əlindəki sənəddir, cibindəki də o vəsaitdir, harasa qoymalıdır. Başındakı da o bildikləridir. Mən də o bildiklərim mənə son zamanlar çox ağırlıq eləyir. Yəni, bir vaxta qədər insan elə bilir ki, bir arı kimi toplayır. Çiçəkdən çiçəyə qonur, toplayır. Bir vaxtdan sonra istəyir ki, o bildikləri ilə, yığdıqları ilə insanlarla bölüşsün. Mənim artıq son 2 ildir mənim buna həddən çox ehtiyacım var. Xırda bir şansım olan kimi həmən bu imkanlardan istifadə edirəm. Həmən görüşməyə çalışıram. Sərgilərdə görüşürəm. Yəni, saatlarla danışmaqdan yorulmuram. Çünki içimdə siz valideynlərə, siz gənclərə, siz gözəl insanlara ötürüləcək o qədər gözəl informasiyalar var ki, o qədər gərəkli informasiyalar var ki, mən bunu öz həyat təcrübəmdən çıxış edərək demək istəyirəm sizə. Bugün mən çox fikirləşdim ki, necə sizə hansı bir mövzu ilə gəlim sizin görüşünüzə. Sonunda qərarım belə oldu ki, ilk başdan öz həyat hekayəmlə gəlim sizin görüşünüzə. Kiçik bir həyat hekayəmi danışacağım. Düşünürəm ki, bu həyat hekayəmdə hər şey olacaq. Hər şey olacaq. Bir Çin atasözü var. Çin atasözündə deyilir ki, bir ilə rifaha qovuşmaq istəyərsinizsə, buğda becərin. 10 ilə rifaha qovuşmaq istəyərsinizsə, ağac əkin. 100 ilə rifaha qovuşmaq istəyərsinizsə, insan yetişdirin. Mənim ulu babam təqribən 1850-60-cı illərdə doğumludur. Babam da 1900-cü illərin əvvəllərinə ehtimal olunur ki, o zaman doğumludur. Atam 1927-ci il doğumludur. Babamla ulu babam çox imkanlı insanlar olub. Yəni, özlərinin zamanında
şərab zavodları, pamuk təmizləmə zavodları olub Göyçayda. Biz indi yaşadığımız kənddə həmən zavod yenə durur indiki dövrdə. Ancaq əfsuslar olsun ki, Sovet hakimiyyəti gələndə bütün bunları əllərindən aldılar. Yəni bizim ailə nəslimiz olaraq geniş bir ailə olub, qulu uşağı deyiblər bizə zamanında. Ancaq Sovet hakimiyyəti gələndən sonra onun özlərinin qanunları olub Sovet hakimiyyətinin. Yəni belə bir qanun var imiş ki, yəni imkanlı insanları ya Sibirə sürgün eləyəcəklər, ya güllələyəcəklər, ya nəsə. Yəni bütün çevrəmizdəki qohumları məcbur eləyiblər ki, bizim soyaddan imtina eləsinlər. Bizim soyadımız Quliyevdir, imtina eləsinlər. Yəni tək atam qalıb, 1927-ci il doğumlu babam. Yəni onlar da hər gün Sibirə sürgün olunmaq ehtimalı ilə ki, bugün sürgün olacaqlar, sabah sürgün olacaqlar. Atam belə bir dövrdə doğulub. 1927-ci ildə çox çətin, qorxulu bir mühitə dünyaya gözünü açıb və çox tez zamanda da oğlu babasını güllələyiblər, atasını güllələyiblər, tənha qalıb. Universitetə qəbul olunub 41-ci ildə, 40 neçənci ildə, yəni qulaq nəvəsi olduğu üçün universitetdən xaric ediblər və nəticədə nə baş verib? Atam çox sərt bir xarakterli insan kimi formalaşıb. Özünə qapanıq. Mən onu heç zaman görməzdim üzü gülən. Çox belə sərt. O sərtlik də ilk növbədə biz övladlarına öz təsirini göstərirdi. Biz ailədə 7 övlad olmuşuq. Atamın 3 xüsusiyyəti qeyri-adidir. Zəhmətkeşlik, əzm, iradə və məsuliyyət. Yəni bu hamısı bizə keçib bu. Deməli bütün övladları bizə yüksək ali təhsil verib. Bir ailədən bir professor, bir elmlər namizədi. Mən böyük qardaşım da Moskvada qutarıb, mən də Moskvada qutarmışam. Deməli anam da demək olar ki, atamın elə bir ki həyatını yaşayıb. Anamın da babaların güllələyiblər, atası müharibəyə aparıblar, orada ölüb, şəhid olub. Ancaq atamdan fərqli olaraq anam çox şəfqətli olub, çox yumuşaq xarakterli olub. Çox eyni zəhmətkeşlik, əzm, iradə, məsuliyyətlik də anama xasdır. Nəticədə biz övladlarda deməli nə baş verib? Ben bu yaxınlarda çıxışlarımda, yəni həyat bilgiləri ilə bağlı çıxışlarımda belə bir fakta toxunmuşdum ki, övladlarımıza 12 bacarıq verməliyik. Sevmək, ünsiyyət, düşünmək, zəhmətkeşlik, kitab oxumaq, seçim etmək, qərar vermək, məsuliyyətini daşımaq, maraq, həvəs hissi, özünü idarə eləmək, özünə nəzarət, özgüvən, sərhəd şuuru və bir də empatiya hissi. Deməli biz məsələn yetkinlik yaşına çatanda bizdə sosiallaşmaq çox zəif idi. Yəni bütün deməli o ki, bütün ailə üzvlərimizdə. Deməli ünsiyyət qurmağımız çox zəif idi. Baxmayaraq ki, mən Moskvaya getdim, oxudum, geri döndüm. Məndə də çox zəif idi, o zəif idi. O cümlədən bütün ailə üzvü, bacı qardaşlarımızdan söhbət gedir. Seçim və qərar vermək problemimiz var idi. Hamımız bu problemlə yaşayırdıq. İnsanlara yox deyə bilmirik. Yəni bütün o 7 bacı, 4 qardaş, 3 bacıyıq. Heç birimiz insanlara yox deyə bilmirik. Bir də bizi birləşdirən bir xüsusiyyət var. Yəni başqalarının hesabına fədakar olmaq. Yəni öz mənafeyimizi hər zaman arxa planda tutardıq. Yəni başqa insanların mənafeyini ön planda tutardıq. Bununla elə bir ki o dəyərsizlik duyğularımızı qarşılayardıq. Yəni o yetərsizlik duyğularımızı qarşılayardı, başqalarına dəstək olmaqla, kömək olmaq. Yəni öz mənafeyimiz arxada qalırdı. Yəni belə baxanda, yəni bunlar əslində hamısı negativ duyğulardır, negativ emosiyalardır. Yəni 3 pozitiv emosiya qazanmışdıq. Deməli zəhmətkeşlik, əzm, iradə və məsuliyyət. Ancaq bunun müqabilində 7'si negativ idi. Yəni seçim edə bilməyib, qərar verə bilmirsənsə, ancaq məsuliyyətlisənsə bu çox ziyanlı bir şeydir. Yəni başqalarının seçimlərini, qərarlarına sən məsuliyyət daşıyırsansa bu çox əzablı bir şeydir. Çünki sənin seçimin deyil, sənin qərarın deyil, ancaq sən məsuliyyətli olmalısan. Siyavuş müəllim, bununla bağlı belə bir sual verin. Buyurun. Mənə də maraqlı, bəlkə də dostlarımıza da maraqlı olar. Seçimdə problemlərimiz olur, düzdürmü?
Bəs bu gün adını qoyduğumuz podkastı gələcəyi formalaşdırırıq deyirik, düzdür? Bəli. Gələcəyi formalaşdırırıq. Bəs keçmişdən hansı dərsi almalıyıq ki, gələcəyi formalaşdıra bilək? Bilirsiniz, bu asan bir məsələ deyil. Yəni biz Mikrofon biraz aralı tutsaq gələcəksiniz. bu sadə bir məsələ deyil. Demək bizi idarə edən əslində %90 şuuraltımızdır. Şuuraltımızdır. Bizi idarə edən çox böyük ölçüdə iç səsimizdir. İç səsimizdir. Şuuraltımız nə vaxt formalaşmağa başlayır? Ana bətnindən. Deməli, hamiləliyin son aylarında artıq körpə övladın ana bətnindən şuuru kodlamağa başlayır. Eşitdiklərini şuur altına yazmağa başlayır. Dünyaya gələndən sonra da ilk həftələrdən, ilk günlərdən artıq şuuratı kodlanmağa başlayır. Əgər körpə övladımızın ilk gündən ana bətnindən, deməli, əgər ana çox sağlam əhval-ruhiyyədə olarsa hamiləlik dövründə, öz emosiyalarını çox düzgün idarə edə bilərsə, ailə içərisində həyat yoldaşı ilə çox yaxşı, qarşılıqlı bir münasibətdə olarsa, ana bətnindən bağ telləri qurulmağa başlayır, yaranmağa başlayır və körpə dünyaya gələndə bir qayda olaraq körpə dünyaya çox stresli dünyaya gəlir, maksimum stresli olur. Əgər körpə ilk dəqiqələrdən, ilk saatlardan anasından güvən duyğusu ala bilirsə, o sevgini ala bilirsə, o nəvazişi ala bilirsə, yəni əgər bağ teli qurulubsa ana bətnindən təbii ki alacaq və həmən o stres hormonları azalmağa başlayır. Ancaq körpə əgər ana bətnindən bağ da qurulmayırsa və ana özü ana olmağa hələ psixoloji olaraq hazır deyilsə, yəni o stres hormonları azalmır, uzun müddət yüksək qalır, uzun həftələrlə yəni yüksək səviyyədə çox tədricən, çox azalır, azalır. Yəni ki, o nə deməkdir? Körpə ilk həftələri, ilk ayları çox stresli olur, çox gərgin olur. Yəni ona görə ana bətnindən o stresi, yəni bağı qurmaq lazımdır. Yəni sizin dediyiniz suala qayıda şey deyəcəm ki, yəni bu siz dediyiniz o şuuraltı ki bizə ilk günlər, ilk həftələr, ilk aylar, illər formalaşmağa başlayır. Biz çox böyük ölçüdə o şuuraltılar idarə edir. Biz çalışmalıyıq ki o şuuraltılarımız, iç səsimiz pozitiv ruhda olsun. Yəni anadan, atadan, yəni o pozitiv ruhda olanda irəliyə doğru insan bütün qasırğalara da dözür, bütün çətinliklərə də dözür. Ancaq o ki biz erkən yaşdan o özgüvəni qazana bilmirik. O cəsarəti qazana bilmir. İrəliyə doğru çox çətin olur bizim üçün. Çətin. İndi mən bu mövzulara hamısı mərhələ gələcəm. Yəni ki, toxunacam bu mövzulara. Maraqlı fikirlərdir və bir sualım da var. Sualım bununla bağlıdır ki, məsələn, ana o stresli dövrü keçdi. Bəli. Düzdürmü? Dəstək də almadı. Bəli. Və ondan sonra övlad dünyaya gəldi. Bəli. Bəs həmin ana o övladı necə tərbiyə eləməyə başlasın? Yəni çox çətinliklər olur. Yəni sualı belə verə bilərik. Tərbiyə olunmamış ana tərəfindən tərbiyə olunan övlad ortaya çıxır. Bəli. Bəs o proses necə keçsin? Yəni mən onunla bağlı 3 dənə kitab yazmışam. Yəni mən sizə səmimi deyim, ana bilmədən, bunlarla elə bil ki, məlumatlanmadan, informasiya toplamadan, oxumadan bunu etmək çox çətin məsələdir. Çox çətin məsələdir. Mən əvvəlki çıxışıma qayıdım, ta ki mən sizə çıxışımın əvvəlində demişdim, yəni insan yetişdirmək istəyirsə 100 ildir. Yəni məndə o elə bil ki, ailəmdən, atamın sərt xarakterindən yaranan xüsusiyyətlər məndə sadaladım ki, yəni sosiallaşa bilmirəm, yox deyə bilmirəm, ünsiyyət qurmaq bacarıqlarım çox zəif idi vaxtında. Sonra başqalarının mənafeyinə görə öz mənafeyimdən imtina edirəm. Yəni seçim eləyə bilmirəm, qərar verə bilmirəm, çox çətindir bunlar mənim üçün. İndi bəs mənim övladlarıma necə keçib? Önəmli olan budur ki, atamdan mənə gələn bunlardır. Bəs məndən övladlarıma necə keçib? Mən sizə bir söz deyim, yəni bu negativlər, yəni psixoloji və emosional zəiflik çox önəmli məsələlərdən biridir ki, məndə yəni
onları yaşamışam. İndi də məndə məsələn psixoloji, emosional zəiflik var. Bunun hamısının kökü kiçik erkən yaş dövrünə gedir. Erkən yaş dövründə körpənin yaşadığı heç bir his, heç bir duyğu təsirsiz ötüşmür. Yəni bunlar hamısı şuuraltımıza kodlanır. İrəliyə doğru bu və ya digər formada özünü büruzə verir. Hər bir davranışın arxasında bilməliyik ki, hansısa bir emosiya durur, hansısa bir his durur. Yəni körpə övladlarımızın, yeniyetmə övladlarımızın davranışları boşu-boşuna deyil. Bunun arxasında hansısa bir his, hansısa bir duyğudur. Yəni deməli atamdan gələn mənə o sərt tərbiyə, avtoritar tərbiyə, yəni elə bir ki, böyük bir hissəsi övladlarıma az keçdi. Yəni məndə elə bir ki, yığıldı, ancaq məndən övladlarıma çox, çünki 3-cü nəsildə artıq övladlarım. Yəni onlara keçənlər hansılar idi? Yəni psixoloji, emosional zəiflik. Ən çox bu keçib bu övladlarıma. Ortaya belə bir sual çıxır ki, yəni yaxşı tərbiyə olunmamış övladlar idiniz. Yox, söhbət yaxşı ya pisdən getmir. Burada sərt tərbiyədən gedir. Yəni biz çox zəhmətkeş böyümüşük, əzimli böyümüşük, iradəli böyümüşük. Yəni hamımız 7 nəfər, yəni ailəmiz hüquqşünas olub, maarif müdürü olub, bir professor olub, böyük qardaşım Azərbaycanda tanınmış iqtisadçıdır. Yəni deməli ailə üzvlərimiz hamısı öz maddi cəhətdən də özlərini təmin edə biliblər. Baxmayaraq çox çətin bir şey. Ancaq məsələ maddiyyətdə deyil. Yəni ki, mənim özümün tax ki, indi 64 yaşım var. Yəni belə baxanda bir maddi ehtiyacım yoxdur hər bir şey. Ancaq ki, o xoşbəxtlik nədədir? Yəni ki, uğurlu ola bilərsən, maddiyyatın güclü ola bilər, imkanın güclü ola bilər. Ancaq sən psixoloji olaraq rahatsanmı? Emosional olaraq rahatsanmı? Yəni həyatdan zövq ala bilirsənmi? Məsələ budur. Özünü xoşbəxt hiss edirsənmi? Məsələ budur. Yaxşı pislikdən söhbət getmir. Yəni ki, o ailədən aldığın o neqativlər, təbii ki, heç bir valideyn o neqativləri bilə-bilə öz övladına ötürmür. Yəni bu şeylər bilə-bilə maraqlısı budur ki, bilmədən belə ötürə bilənlər var və mənə belə bir sual gəlmişdi, istəyirəm onu ünvanlayım. Sual belə idi. Cəmiyyətimizdə tərbiyəsiz adlandırılan uşaqlar var. Bəlkə də bu ifadə ilə razılaşmırıq. Biz belə deyək, tərbiyəsiz yox, tərbiyə olunmamış uşaqlar var. Onlar müəyyən yaşa çatırlar, bir gün fərqinə varırlar ki, mən istənilən səviyyədə tərbiyə olunmamışam. Düzdürmü? Onlar nə etsinlər ki, müəyyən yaşdan sonra artıq özlərini tərbiyə eləsinlər? Deməli, bir Türk yazıcısı var, özü də psixoloqdur adı da. Adı Halit Ertuğrul. Halit Ertuğrul. Deməli, bir xatirələrində bir yerdə yazır ki, deməli, bir gün mənə bir ata göz yaşları içində zəng elədi ki, bəs oğlum əlimdən gedir, nə edə bilərəm? Mən axtardım, örgəndim, yəni söhbət universitet dövründən gedir. Örgəndim, gördüm ki, bu oğlan, onun oğlu universitetin baş bəlasıdır. Belə bir ifadə var, baş bəlasıdır. Yəni çox uyğun olmayan qruplara qoşulub, çox uyğun olmayan işlərlə məşğuldur. Deməli, mən də bölgələrə, konferanslara gedirəm. 2 ay özümü o oğlanı özümlə bərabər konferanslara apardım. 2-3 ay. Mən 3 ay içərisində deməli nə etdim? Deməli Doğan Cəlalqulunun çox sevdiyi belə bir ifadə şey var. Varoluşun 6 prinsipi. Sən bir fərdsən və eyni zamanda o körpə dünyaya gələndə münasibətləsən, ailəmizin bir parçasısan. Sənin tayın bərabərin olmayıb və heç bir zamanda tayın bərabərin olmayacaq. Sən çox dəyərlisən. Səni sevirik, sənə dəyər veririk, sənə qarşılıqsız təmənnasız sevirik. Sənə güvənirik, sənin uğurlu və bacarıqlı olacağına güvənirik. Sən də özünün uğurlu, bacarıqlı olacağına güvən. Sənin potensialın sonsuzdur, sənə əmək və zaman verməyə hər zaman hazırıq. Körpə dünyaya gəldiyi ilk gündən valideynlər bu varoluşun 6 prinsipini oturuşlarıyla, duruşlarıyla, söhbətləriylə, göz təmaslarıyla, körpə böyüdükcə söhbətləriylə, hər şeylə körpəyə yaşatmalıdır bu varoluşun 6 prinsipini.
Mən o 2 ay içərisində həmən o oğlana varoluşun 6 prinsipini ki, sən dəyərlisən, sənin tayın bərabərin yoxdur, sən əvəzsizsən, mən sənə dəyər verirəm, səni sevirəm, mən sənə güvənirəm, sən uğurlu olacaqsan, sən də özünə güvən, sənin potensialın sonsuzdur. Deyir ki, o insan, o gənc, baş bəlası insan, gənc. İndi Türkiyənin ən qabaqcıl universitetlərindən birində professordur. Uğurlu olmanın 4 prinsipi var. Doğuşdan gələn qabiliyyət. Bu bir mənalı olaraq bütün körpələrimizdə var. Körpələrin fitrətində doğuşdan 2, 3, 4 qabiliyyət var. Ümumiyyətlə, yer kürəsində bütün insanlar dünyaya 24-25 qabiliyyətlə doğulur. Hər bir körpədə 1, 2, 3, 4 qabiliyyət mütləq mənada var. Bir, o doğuşdan gələn qabiliyyətlər. İkincisi, çalışmaq. Çalışmaq. Yəni, çalışmaq mütləqdir. Yəni, uğurlu insanın %99'u çalışmaqdırsa, 1%də zəkadır. İstəmək çox önəmli bir şeydir. O qədər zəkalı insanlar var ki, ancaq o zəkalarını reallaşdıra bilmirlər, istəmirlər, istək yox. İstəmək, bir də 4-cü nüfuzlu bir insanın, güvəndiyin bir insanın, etibar elədiyi bir insanın, sənin nümunə götürdüyün bir insanın sənin əli arxanda olması. Sənə güvənirəm, sənə inanıram, sən bacaracaqsan, sən özünə güvən. Yəni bu valideyn də ola bilər, nənə, baba, ata da, baba da ola bilər, nənə də ola bilər. Mən deməli bir misal çəkim öz gerçək həyatımdan. O insan indi Almaniyada doktoranturanı qutarıb, daha doğru uzmanlığı qutarıb. Deməli, özü mənə dedi ki, deməli, Bakı Tibb Universitetini qutarıb, sonra gedib Almaniyada 5 il uzmanlıq oxuyub. Mənə dedi ki, mən 6 yaşımda olanda siz bizə gəlmişdiniz, mən də kitab oxuyurdum, söhbət elədik, söhbət əsnasında soruşdunuz ki, kim olmaq istəyirsiniz və mən də dedim ki, həmən gəncdir ki, ya mən siyasətçi olacağım, ya da ki, həkim olacağım. Dedi, siz başladınız ki, mənə olacaqsan, inanıram, güvənirəm, mən o adamların ailəsinin davamlı dost olmuşam, belə mesajlar hər zaman olur. Deməli, bu adamın şuur altına yerləşib ki, bir əmi gəldi, mənə belə bir söz dedi ki, bacaracaqsan, inanıram, sənə güvənirəm. Yəni, bu çox önəmli bir şeydir. Deməli, Stanford Universitetindən Amerikada belə bir araşdırmalar aparıblar. Giriblər sinifə, bir neçə sinifə, deyiblər ki, göy gözlü uşaqlar daha zəkalıdır. Qara gözlü, qonur gözlü uşaqlar zəkaya görə çox geridə qalırlar. Aramızda göy gözlü insanlar var? Yox, məsələ onda deyil. Və belə deyib çıxıb gediblər. 3 ay içərisində o göy gözlü şagirdlərin oxumağında çox ciddi dəyişiklik olub. Çox nizam-intizamlı gəliblər, çox çalışqan olublar. Hətta valideynlər də tanımayıb ki, necə oldu, hardan dəyişik oldu mənim övladım, çünki belə deyil idi. O birisilər isə, o birisi qara gözlü, başqa gözlülər, bunlarda geriləmə olub. Hətta məktəbə gəlmək istəməyiblər. Sonra 3 aydan sonra o araşdırmanı aparanlar gəlib deyib ki, biz səhv eləmişik. Elə deyil, əksinədir. Yəni, göy gözlülər zəka baxımından daha aşağıdır, qara gözlülər daha zəkalıdır. İndi əksinə proses gedib. Əksinə prosesdə. Yəni, təlqinin, güvənin, elə bir ki, inamın çox böyük təsir edir. Yəni, o başqa bir şeylə müqayisə eləyə biləcək bir şey deyil. Yəni ki, o sənə güvənirəm, sənə inanıram, sən özünə güvən, sən də özünə inan. Yəni, mən övladlarım çıxışımın əvvəlində dedim ki, yəni, onların psixoloji problemləri var idi. Belə nəsə, çox tez panik atağa düşürdülər. Mənim oğlum Türkiyədə uzman diş həkimidir, ağız cərrahıdır. 30 yaşı var bu yaxınlarda. Özünün özəl klinikada çalışır, bir dostu ilə birləşib açıb. Qızım da 26 yaşı var, Almaniyada doktoranturada oxuyur. Magistraturanı da orada bitirib, doktoranturaya da daxil olub, orada oxuyur. Nəyə gətirirəm? Yəni, onlar desəm ki, qeyri-adi zəka sahiblərdə deyil. Yəni, zaman çox ciddi psixoloji problemlər olur. Yəni, dözümsüzlük göstərirlər, biraz yorulurlar. Yəni, davamlı o təməz, sən bacaracaqsan, sən eləyəcəksən, söhbət, sənə güvənirəm, səndə o enerji var, güc var. Təkcə mənim övladlarımdan söhbət getmir. Bir neçə belə 3 övlad var ki, yəni mən bunlara dəstək ola. Yəni, bir nəfəri, indi bu dəqiqə Almaniyada çox gözəl bir
mühəndislik universitetində magistraturanı bitirib. Bir nəfər də övladımız, belə bir övladımız tibb universitetini qutardı, getdi Hacettepe Universitetini də bitirdi, qəlb cərrahı, indi gəlib Azərbaycanda çalışır. Yəni güvənmək, inanmaq, cəsarət vermək çox önəmli bir məsələdir. Yəni bu məsələdir ki, yəni bu məktəblərimizdə də çatışmır, məktəblərimizdə də bu problem müəllimlər tərəfindən. Ortaya bir sual çıxır və bunu bu yaxınlarda mənə verdilər. Qeyd elədilər ki, oxuduğumuz məktəb, məsələn siz deyirsiniz ki, mənim övladlarımdan biri Almaniyada oxuyur, biri Türkiyədə oxuyur və s. Düzdürmü? Bəli. Oxuduğumuz məktəb, universitet tərbiyə sisteminə təsir göstərirmi? Məsələn, mən özüm Binə qəsəbəsində oxumuşam, Bakıxanova hazırlığa gəlmişəm, bakalavr elmlərdə oxumuşam, magistri Türkiyədə oxumuşam. Və hər bir mühitdə mənə təsirlər dəyişib. Bəli. Siz nə düşünürsünüz? Ümumiyyətlə, övlad tərbiyəsində də mühitin, məktəbin, yerin önəmi çox önəmlidirmi? Sözsüz ki, yəni məktəb də çox önəmlidir, həm yaxşı mənada, həm də pis mənada. Məsələn, misal çəkim mən, deməli, Doğan Cüceloğlu'nun belə bir xatirəsi var. Birinci gün, birinci sinifə gedib, bunun da sənəd üzərində adı Mehmet Doğan Cüceloğlu olub. Ancaq bu elə bilirmiş ki, sadəcə Doğandır, Doğan Cüceloğlu. Müəllimə bir dəfə çağırır, Mehmet Doğan, bu bilməyib ki, bu budur. Üçüncü dəfədən sonra əlin qorxa-qorxa əlini qaldırıb, müəllim buna bir sərt nəzər salıb. Sərt nəzər salıb, başqa bir söz də deməyib, sərt nəzər salıb, bu adam gedib evə xəstələnib. Müəllimin o sərt nəzərindən xəstələnib, sonra həkim gəlib buna tibb qardaşı iynə vurub, iynənin ucu qırılıb qalıb əyağında, bir il məktəbə gedə bilməyib, əyağı tutulub, şikəst olub, 70 yaşında o iynənin ucunu çıxardıblar. Müəllimin bir baxışı, o mühit, yəni ki, bir baxışı görün insanda nələr yaşayıb. Bir də deməli, o xatirələrində yazır ki, mən 7-ci sinifdə oxuyanda bizdə kim olmaq istəyirsiniz mövzusunda inşa yazılıb. Mən inşamda yazmışdım ki, mən mühəndis olmaq istəyirəm. İç məqsədim də içimdəki məqsədim o idi ki, o dövrdə mühəndislik yaxşı pul gətirirdi. Müəllim məndən soruşdu ki, niyə mühəndis olmaq istəyirsən? Ədəbiyyat müəllimimizdir. Dedim ki, mən xalqıma faydalı olmaq istəyirəm. Dedi, əgər xalqına faydalı olmaq istəyirsənsə, psixoloq ol. Türkiyədə ciddi psixoloq problemi var, çatışmamazlığı var. Yəni, bunun bir kəlməsi, sən psixoloq ol, xalqımıza belə faydalı ol. Müəllimin ona təlqin elədiyi, dəyər verdiyi, məsələ burada dəyər verdiyin, güvəndiyin, inandığın müəllimdən söhbət gedir. Dəyər verdiyin, güvəndiyin, inandığın şəxsdən söhbət gedir ki, yəni sənə güvənməsi, inanması ki, hə, sən bacaracaqsan, sən eləyəcəksən, bu önəmlidir. Yəni o məktəb mühiti də elə ola bilər, məsələn ki, o təbii ki, universitet mühiti də, ya getdiyin hər hansı bir iş yeri də, məsələn, mənim üçün örnək olub mənim böyük qardaşım. Mən orta məktəbdə oxuyanda, birinci sinifdən oxuyanda, mən birinci sinifdə oxuyanda o Moskva Dövlət Universitetinin aspiranturasına girmişdi. Məktəbdə həmişə mənə nümunə çəkirdilər ki, sənin qardaşın Moskvada oxuyub. Yəni də mənim də şuuraltıma işlədi bu, mən özümdən asılı olmayaraq. Yəni ki, həyat elə gətirdi ki, mən də Bakı dövləti qutaran kimi getdim Moskva Dövlət Universitetinin aspiranturasına girdim. Yəni, burada həm o nümunə çəkməkləri şuuraltına işləyir, yəni elə bilir ki, səni özün də bilmədən o yola aparır. Yəni o örnək məsələsi, dəstək məsələsi, sənə güvənirəm, inanıram məsələsi çox önəmli məsələlərdən biridir. Çox önəmlidir, minnətdarıq. Biz Siyavuş müəllim alqışlayaq bu hissə. Sağ olun. Var olasınız. Və mən istəyərəm ki, indi xüsusilə auditoriyadan bəzi suallar alaq. Olarmı? İndiyə qədər danışılan hissələrlə bağlı və yaxud da valideyn-övlad münasibətləri, uşaq tərbiyəsi ilə bağlı sual olan varmı? Buyurun. Buyurun. Mən belə bir sualım var ki, müəllim dedi ki, Siyavuş müəllim dedi ki, məktəb mühitində çox önəmlidir müəllimlərin təsiri. Təbii ki, biz bunu bilirik. Deyək ki, məsəl üçün, valideyn evdə istənilən səviyyədə dəstək göstərmir uşağa, bu emosional, psixolojik cəhətdə savadlı deyil, dəstək göstərə bilmir. Uşağın özündə çox gözəl potensial var. Məktəbdə də bu dəstəyi görmür. Yəni, belə deyim, bu halda bu uşaq heyif olur da, belə deyim. Bəli. Yəni,
halda uşaq özü vəziyyətdən necəsə çıxa bilərmi? Yəni buna çox saylı misal gətirmək olar. Təbii ki, bəli. Deməli, hər birimiz dünyaya, yəni fitrətimiz eynidir. İnsanların, bütün yer kürəsindəki insanların fitrəti eynidir, eyni fitrətlə doğulur. Ancaq hər birinin özünün fərqli bir xasiyyəti var. Xasiyyət nədir? Temperamentidir. Temperamentidir. Yəni öz temperamentinə görə, öz xasiyyətinə görə, yəni insanın potensialı, enerjisi, iç gücü o qədər güclüdür ki, yəni ona bəlkə də hansısa bir müəllimin bir sözü faydalı ola bilər, gərək kömək ola bilər. Bəlkə də bəlkə də o şuur altına özü də bilmədən hansısa bir yaşlı insanın, nənənin, babanın, bəlkə də valideynlərin evdəki söhbəti əsnasında şuur altına işlənmiş hansısa bir informasiya və o informasiya ona o yolu göstərə bilər, apara bilər. Yəni, yenə deyirəm, bizi böyük ölçüdə idarə edən şuur altımızdır. Yəni, gerçək şuurumuz çox azdır, %10'dur. Yəni, o şuur altına işlənmiş o informasiya, bəlkə də hamiləliyin son həftəliyində hansısa bir informasiyanı eşitmiş ola bilər. Bəli, apara bilər. Yəni ki, yenə deyirəm də, şuur altımızda elə bir möhtəşəm güc, elə bir enerji, elə bir inam var ki, apara bilər. Kimdənsə ötürülmüş, ya da ki, kimsə görüb, yəni yolda, irizdə, ya televizorda görüb nümunə götürə bilər, hansısa bir məşhur insandan, məşhur aktyordan, ya məktəbdəki hansısa bir müəllimdən bənzəmək istəyə bilər ona. Yəni ki, ola bilər, bəli. Yəni ki, yenə deyirəm ki, insan möcüzəli bir varlıqdır. Yəni, 25-dən sonra dəyişə bilər. Yəni, hansısa bir təsirin altında, yəni o qədər misallar gətirmək mümkündür. 20'sində hansısa bir təsirin, ya bir yaşadığı bir güclü bir sarsıntıdan. Çünki bizim kollektiv şuurumuz da var axı. Keçmişdən gələn kollektiv şuurumuz var. O insan oğlunun 100 bin illik, milyon illik o yaddaşı boş-boşuna itmir. Yəni kollektiv şuur var. Yəni özünün də onun bir təsiri, onun gücü var, enerjisi var onun. Bəli. Həmişə ümid var, bəli. Xanım sual vermək istəyir. Buyurun. Deməli, uşağın bayaq dediniz ki, uşaq özündən böyük birini, ona müsbət mənada bir söz deməyi, uşağa böyük bir insan sözün dediniz, müəyyən bir peşə seçimindən söhbət edən. Bəli. Ona inandırır ki, o bunu edirlərdə, böyüyəndə filan peşəyə yiyələnlər. Bəs uşaq hansı insana güvənir, necə onu seçir ki, bu insanın sözünə güvənməlidir, bəlkə bu yalanlayır, bəlkə onu istəyir üçün deyil. Yəni, onu uşaq necə bilə bilər? Bilirsiniz, birinci bu əslində valideyn olmalıdır. Yəni, ümumiyyətlə, insanın təbiətində belə bir şey var ki, insan bir insandan nümunə götürmək istəyir, bir insana bənzəmək istəyir. Yəni, daha yaxşı olar ki, bu valideyn olsun, nənə baba olsun. Yəni, deyirəm, insanın təbiətində belə bir şey var ki, bir kəlmə, siz dediyiniz o uşağı, ya o adamın davranışı, oturuşu, duruşu, ya çevrəsindən ona impozə olunan informasiya ki, bu insan tanınmış insandır, güclü insandır, bilikli insandır. Yəni, çevrəsinin dəyər verdiyi insan ola bilər bu. Ya da ki, onunla söhbət, o uşaqla söhbət əsnasında kiminsə bir X adamın, yəni onu elə bir təsirləyici, etkiləyici bir söhbəti, məsələn, onda bir fikir yarada bilər, yəni bir yola sala bilər ki, bu fikir onu apara bilər. Yəni, çevrəsindən, təbii ki, dəyər görən çevrənin, ya məktəbdə dəyər gördüyü, çevrənin qiymətləndirdiyi bir insan ola bilər ki, bu övladımız görür ki, uşaq görür ki, bu hamı tərəfindən sevilir, hamı tərəfdən dəyər görür. Yəni, onun dediyi bir kəlmə, yəni özümüzdən götürək də, yəni hamının sevdiyi, tutaq ki, bir yazışı da ola bilər, tutaq ki, tanıdığımız. O bizə bir söz deyən deyil, hansı bir görüşdə ki, bəli, səndə bu qabiliyyət var, bu bacarıq var, nə olur? Bizim içimizdə elə bir ki, yeni bir dünya yaranır, içimiz pırıl-pırıl olur, bizdə bir güc yaranır. Yəni, təzə elə bir ki, yeni enerjimiz üzə çıxır. Sən bacararsan deyənlər. Bəli, sən bacararsan. Mənim maraqlı bir sual da var. Sual nədir? Hətta dostlarımızdan biri verib bu sualı. Qeyd edir ki, həmişə analardan danışıb. Bəli. Bəs atalar nə eləsin? Bilirsiniz, elə bir ki, övladın
uğurlu, bacarıqlı, xoşbəxt övlad 3 təməl üzərində qurulur. Ana, ata və ana ilə atanın arasındakı gözəl münasibət. Ümumiyyətlə bir qayda olaraq ilk 2 ildə, hamiləlikdən sonra ilk 2 ildə atanın daha çox funksiyası anaya dəstək olmaqdır. Ananın, xüsusən hamiləlik dövründə anaya psixoloji dəstək olmaqdır, emosional dəstək olmaqdır ki, ana hamiləlik dövrünü gözəl keçirsin, sağlam keçirsin. Körpə dünyaya gəldikdən sonra da anaya dəstək olmalıdır. Körpə yatanda, o biraz böyüyəndən sonra yatanda, yəni ana ilə atanın arasında o xoş, gülərüz münasibəti görməlidir. Körpə oyananda ana ilə atanın arasında o xoş, gözəl münasibəti görməlidir. Bu körpəyə nə verir? Bu körpəyə hər şey verir. Əzm verir, iradə verir, cəsarət verir. Hətta ailə içərisində o münaqişələr, söz-söhbətlər körpənin diqqət dağınıqlığına səbəb olan amillərdən biridir. Hiperaktivliyi yaradan, qazanılmış hiperaktivliyi yaradan amillərdən də biridir. Yəni, ata bir misal çəkim, deməli, bir kral bir gün əyanların yanında övladını yanına çağırır, əlini qoyur kürəyinə, deyir ki, oğlum, hansımız güclüyük? Oğlu deyir, mən güclüyəm. Kral biraz duruxur, bir də soruşur, oğlum, hansımız güclüyük? Deyir, mən güclüyəm. 3-cü dəfə soruşur, kral çox bikev olur ki, əyanların yanında oğlu deyir ki, mən güclüyəm. Oğlundan ayrılır, biraz irəliyə gedir, yenə üzünü çevirir oğluna. Oğlum, hansımız güclüyük? Oğlu deyir ki, sən güclüsən ata. 3 dəfə soruşur, 3-cündə də deyir, sən güclüsən. Deyir, bəs bayaq niyə belə deyirdin? Deyir, bayaq sənin əlin mənim kürəyimdə idi. Atanın övladı ilə, deməli, bir şey deyim, 8, 9, 10, 11, 13, 15 yaşında bir qız övladının başını atanın dizinə qoyması, ata onun saçını oxşaması, onu tumarlaması, onu oxşaması, bunun övlada verə biləcəyi qədər başqa bir şey yoxdur. Bax, 70 yaşında, 80 yaşında, 60 yaşında bir nənədən soruşaq ki, sənin uşaqlığından nə yadında qalıb? O sıxıntıları heç bir şey göstərməyəcək, bir dənə deməyəcək, bir dənə deyəcək ki, atam mənim başımı heç vaxt tumarlamadı. Yəni, o güc atanın, ata iradədir, ana şəfqətdir, ana nəvazişdir, ana empatiyası, ata cəsarətdir, ata əzmdir, ata iradədir. Atanın rolu ilə bağlı çox sayılı araşdırmalar aparıb, məndə burada var idi, indi biz məsələni sual üzərində qurduq. Yəni, deməli, uğurlu insanların ortaq xüsusiyyətlərini araşdırıblar. Birinci nədir? Ata ilə gözəl ünsiyyətdə olan, uğurlu insanların ortaq xüsusiyyəti. Atası ilə gözəl ünsiyyətdə olmaq. Kiçik yaşdan, 2-3 yaşdan atası ilə bərabər ev işlərində çalışmaq. Yəni, əhəmiyyətlidir böyük işlər, xırda təmir işlərində çalışmaq. Atası tərəfindən heç vaxt hansısa bir səhv iş gördükdə, bir çatışmamazlığı olduqda atası tərəfindən təhqir görməmə, tənqid görməmə, sən bacarmazsan, sən eləyə bilməzsən, sən əl uşaqsan, sözü eşitməyəm. Sonra atası ilə yəni, hansısa bir ortaq hobbiləri olan insanlar, yəni bunlar yəni, uğurlu insanların ortaq xüsusiyyətləridir. Yəni, ata deməli, ana funksiyası nədir? Yəni, bütün o nəvazişdə olmaqdan övladını böyütmək, eyni zamanda atanı övladının gözüncə ucatmalıdır. Atan dəyərlidir, atan güclüdür, atan səni çox sevir. Yəni, bu anadan gələn mesaj olmalıdır. Ata da övladının gözünün qabağında anaya qarşı çox mərhəmətli, çox sevgi dolu olmalıdır eyni zamanda. Əgər övlada anadan, ata ilə bağlı davamlı o dəyərlik mesajı artırsa, çoxalırsa, gəlirsə, yəni, bayaq xanım dediyi kim ola bilər? Ata övladın gözündə rol model ola bilir. Övlad atasını özünə nümunə götürə bilir. Belə halda anadan mesajlar gəlir ki, atan əvəz olunmazdır, atan çox dəyərlidir, çox güclüdür. Belə, övladdan ataya qarşı bir rol model ehtiyacı formalaşır. Önəmli xüsusiyyətlərdən, yəni ki, bəyəx dediniz, ata, yəni, 2 yaşdan sonra, yəni bu
ata harda, ana harda bunu ayırmaq düzgün deyil. Yəni bu üç, yəni ana, ata və qarşılıqlı onların gözəl münasibəti, yəni budur. Yəni bu belə bir ailədə böyüyən övladlarımızın yeniyetməliyi də çox rahat keçir. Yəni yeniyetməlik dövrü də bir o qədər problemli olmur. Ümumiyyətlə yeniyetməlik dövründən bunu, yəni obyektiv səbəbləri var yeniyetməlik dövrünün. Bir də subyektiv səbəbləri var yeniyetməlik dövrünün. Kiçik yaş dövründə əgər ailə sərt avtoritar olarsa, ailə qoruyucu, nəzarətçi olarsa, yəni bu dövrdə hər şey yığılır şuur altına, öfkə, qəzəb, aqressivlik. Onun iki üzə çıxma zamanı var. Üzə çıxma zamanı var. Biri 5-7 yaş arası dönəmində. Onda nə baş verir? Yəni övladımız elə bir ki sosiallaşmağa başlayır, ünsiyyət qurmağa başlayır, yoldaş axtarır, dost axtarır, küçəyə çıxır, həyətə çıxır. Yəni çox oynayaraq, atılaraq, düşərək o içinə yığılmış enerjiden azad olmağa çalışır. Əgər tam sağala bilmirsə bu 7 yaşına qədər davam edir. Sonra bir də yəni təbiət bizə elə bir gözəl bir xüsusiyyət verir ki, bir də yeniyetməlik dövründə, o kiçik yaş dövründə, yəni gərəksiz yerə içimizə yığdığımız o enerji, aqressiya, o gərginlik yeniyetmə dövründə özünü büruzə verir, üzə çıxma forması. O dövrdə də valideynlər çox diqqətli olmalıdır. Çox ehtiyatlı olmalıdır, çox nəvazişli olmalıdır, az danışıb çox dinləməlidirlər, üz-üzə, göz-gözə çox söhbət içində olmalıdırlar, övladlarına imkan verməlidirlər ki, çox danışsınlar, çox söhbət eləsinlər ki, o yığılmış enerji, yəni yeniyetməlik dövründə özə çıxsın. Valideynlərin o sakit, təmkinli, dözümlü davranışları övlad üçün bir nümunədir. Övlad da yavaş-yavaş artıq, yəni o valideynlərin o sakit, təmkinli davranışını özünkiləşdirəcəklər, mənimsəyəcəklər. Yəni sadəcə olaraq o dövrdə sakit, təmkindən daha çox dinləmək, daha çox danışmaq. Yəni mən kitablarımın birində ailə toplantıları deyilən belə bir məfhumat, anlayışa toxunmuşam. Yəni bu pedaqoji dərsliklərdə çox tövsiyə olunan bir elə bir ki bir münasibət formasıdır. 4 yaşından sonra ailə toplantıları təşkil olunmalıdır. Deməli, 4 yaşlı çatmış bir övlad da bu ailə toplantılarına iştirak edir. 4 yaşdan sonra ailə çıxardır ki, bu ailənin içərisində yəni gündəlik, həftəlik işlərimiz nədir? Ananın, atanın, bir də ki, övladın. Yəni gücü çata biləcəyi iş. Yəni bir də bazar günləri bu keçirilir ailə toplantılar, gözəl yemək pişirilir, gözəl əhval-ruhiyyə verilir o bazar gününə. Övlad burada yavaş-yavaş nə qazanır? Ana ilə, ata ilə söhbət eləməyə qazanır. Ata da, ana da yəni gün ərzində, işdə nə baş verib, hər şey danışırlar, söhbət edirlər. Yəni bir-birinə açılışırlar. Yəni valideynlər övladlarını öz işlərinə buraxırlar, öz dünyalarına buraxırlar. Övlad da yavaş-yavaş irəliyə doğru böyüdükcə küçənin təsirinə düşməyəcək, qrupun təsirinə düşməyəcək. Yəni hər şey gəlib öz valideynlərinlə bölüşə biləcək, söhbətləşə biləcək. Yəni bu ailə toplantıları yavaş-yavaş, yəni ki bütün yeniyetməlik dövründə də davam eləməlidir. Yəni inanın ki əgər bu belə yanaşmamız olarsa, nə övladım tapşırıq etmir, elə bir problemimiz olmayacaq. Çünki artıq kiçik yaş dövründən, 3 yaşdan, 4 yaşdan sonra özü məsuliyyət şuuru formalaşmağa başlayacaq. Öz seçimlərini, öz qərarlarını bu ailə toplantılarında verəcək. Bəli. Siyavuş, mən bu məsuliyyəti daha da formalaşdırmaq istəyən müəllimlərimizdən biri var, Leyla xanım. Buyurun. O da sual vermək istəyir. Buyurun. Siz Rıza bəy, dəyərli məlumatlarınız üçün təşəkkür edirəm və mən öz təcrübəmdən belə bir halımara duyurum ki, məsələn, ətrafında olan gənc anaları müşahidə edirəm, hansı ki, təhsil alır, təhsilini bitirir, ailə qurur və ana olur və o qədər artıq karyera mühitini öyrəşir ki, karyera və ana olduqdan sonra analıq məzuniyyəti çox qısa bir dönəm çəkir, hansı ki, 3 ay və ya 5 ay və yenidən karyerasına dönür, çünki işindən ayrı qala bilmir. Və burada da mənə doğuran sual odur ki, bu və övladla da artıq işinə tez qayıtdığı üçün daha az zaman keçirir və bu gələcəkdə uşaqda hansı yaşda nələri ortaya çıxaracaq və beləliklə 9-6 iş rejimini nəzərə alsaq, bir səhər görür övladını, bir də 6-dan sonra bir neçə saatlıq görür və övlad nənə və ya babanın qayğısına daha çox məruz qalır və məni düşündürür ki,
gələcəkdə belə olarsa mən nə qərar verməliyəm? Ona görə bu sualın cavabı. Yəni burada belə bir məsələ var. Körpə bayaq söylədiyim ki, ana bətnindən körpə ilə əgər ana sağlam bağ telləri yaradıbsa, körpə dünyaya gələndən sonra, yəni ilk aylar, həftələr, aylar, ilk il, yəni bu güvənli bağlanma dövrüdür. Yəni ümumiyyətlə xoşbəxt övlad böyütməyin formulu budur ki, yəni 0-2 yaş dövrü güvənli bağlanma, 2-4 yaş dövrü güvənli müstəqilləşmə, ayrılma, müstəqilləşmə, sərbəstləşmə, 4 yaşından sonra da davranışın tərbiyəsi, nizam-intizamın qoyulması. Düz ona qədər də qoyulur, indi söhbətimizin başqa tərəfidir. Deməli, o güvənli, əgər o bir il ərzində o ana ilə körpə arasında güvənli bağlanma varsa, ana tədricən, əgər çıxış yolu yoxdursa, ki, mütləq ana işə getməlidir. İndi bu sözümü saxlayayım. Deməli, Amerikada çox uzun müddətli araşdırma aparıblar. Azərbaycan dilinə də tərcümə olunub o kitab ki, 3 yaş hələ tezdir. Mən də yazmışam ki, 3 yaş artıq gecdir. O kitabda 3 yaş hələ tezdir. Nə ilə? Bağçaya getməklə bağlı. Yəni 3 yaş yarımdan tez övladı bağçaya göndərmək məqsədə uyğun deyil. Çünki ruhsal doğuş dönəmi var, emosional, yəni bitkinlik dönəmi var, emosional yetişkinlik dönəmi var. Bu 4 yaşda bitir. Ruhsal, elə bir ki, doğuş. 0-2 yaş, elə bir ki, güvənli bağlanma, güvənli ayrılma, 4 yaşda da ruhsal doğuş gerçəkləşir. Yəni bu nədir? Körpə artıq emosional olaraq, duygusal olaraq yetkinləşib, formalaşıb. Bundan sonra davranışın tərbiyəsini də bundan sonra məsləhət görürlər. Ciddi nizam, intizamı da, sərhədlərin müəyyənləşməsi də bundan sonra qoyulur ki, çünki artıq bu emosional olaraq yetişib bu körpə yetişir. Yəni bu öz yerində, yəni 3 yaş yarımdan tez nə bağçaya qoymaq məqsədə uyğundur, nə də ki məsləhətdir ki, körpə anası ilə böyüsün. Yəni bu ana faktoru çox önəmli məsələdir. Əgər ananın çıxış yolu yoxdursa, o yavaş-yavaş tədricən, yəni addım-addım öz körpəsini tutaq ki, nənəsidirsə, nənəsinə bağlanma mexanizmi yaratmalıdır. Elə bir mexanizm var. Yəni ona uyğunlaşdırmalıdır. Bir gün yarım saat, o birisi gün 1 saat yarım, yavaş elə bir ki, buraxmalıdır nənəsinin üzərinə. Yəni axşam gələndə də, yəni biraz böyüdükcə, yəni ki, mən axşam gələcəm, sənə 1 saatımı tamamilə ayıracam. Bazar günümü, 6-cı günümü sənə tamamilə 1 saatımı ayıracam. Doğan Cəloğlu'nun belə bir xatirəsi var. Deyir, bir dəfə bankda bir seminar keçirirdim. Bir qadın mənə yaxınlaşdı ki, yəni evə gedirəm, körpəm hər gün məni dişləyir. Dedi ki, mənə belə məsləhət gördü ki, deməli, Doğan Cəloğlu buna məsləhət ki, sən hər gedəndə körpənə söz ver ki, bugün mən səninlə hər axşam yarım saat məşğul olacağım. Yarım saatımı hər şey söndürəcəm, telefonu, televizoru, sırf yarım saat sənə məşğul olacağım, səninlə bərabər olacağım. Yarım saatımı sənə ayıracağım. Növbəti 2 aydan sonra deyir, mən həmin bankda seminar verəndə qadın gəldi, mənə yaxınlaşdı, mənə təşəkkür elədi ki, hər şey qaydasındadır. Yəni, körpə övladlarımızda o qədər möcüzəli cəhətlər var ki, yəni onlar hər yola gedəndir, hər yola uyğunlaşa biləndir. Sadəcə biz düzgün dil tapaq, düzgün yanaşaq, hər şeyi, yəni ki, içdən gələn təmənnasız, şərtsiz sevgi ilə göstərir. Bir dənə misal çəkim sizə. Bu 0-2 yaş dönəmində o oxşamanın, laylanın, şəfqətin, nəvazişin, üz-üzə, göz-gözə söhbətin, baxmağın, elə bir ki, o kenguru deyirlər, ana qucağında daşımağın nə qədər önəmli ilə bağlı uzun müddətli araşdırmalar aparıblar. Biri Rumuniyada, biri Amerikada. Deməli, Amerikada yəni ilk günlərdən, ilk həftələrdən körpələri ayırıblar. Yəni, yeməkləri tam qaydasında, tibbi baxışları qaydasında, şərait ideal. Ancaq götürmə yoxdur, oxşama yoxdur, ağlayanda gəlib yaxınlaşıb sakitləşdirmirlər, bədən toxunması yoxdur, nəvaziş yoxdur, yəni layla yoxdur.
Baxıblar ki, baxmayaraq ki, yedizdirilmələri çox qaydasındadır, hər şey gözəldir. Yəni körpələr baxıblar ki, bir, yəni ciddi problemlər yaşayırlar. Yəni bu eksperimenti yarıda dayandırıblar ki, yəni oxşama, şəfqət, nəvaziş, laylay mahnıları ilk gündən başlayaraq nə qədər önəmlidir. Bir də Rumuniyada belə bir araşdırma aparıblar. Deməli, Rumuniyada 90-cı illərə qədər dövlət qərar çıxardıb ki, bütün insanların, qadının, kişinin övladı olmalıdır. Yəni orada da övlad dünyaya gətirib veriblər bağçalara. 90-cı ildə Rumuniya dağılanda Kanadadan gəlib burada çox sayda körpəni övladlığa götürüb aparıblar. Yəni orada onlar üzərində uzun müddətdə araşdırma aparıblar. Görüblər ki, 2 yaşa qədər olan körpələr aparıb orada xüsusi kurs keçib, yəni terapiya, ağlama terapiya və ya nəvaziş, oxşama terapiya keçənlər, yəni bunlar böyüdükdə Kanada cəmiyyətinə uyğunlaşa biliblər. Yəni bunların ciddi psixoloji, emosional problemləri olmayıb. Ancaq 2 yaşdan üstə olan körpələr ki, nə qədər terapiya keçməsinə baxmayaraq, bunlarda emosional, psixoloji sağlamlaşma olmayıb yetkinlik dövründə. Yəni o şəfqətin, oxşamanın, laylayın, nəvazişin, yəni bunun şeyi yoxdur da, yəni ki, qarşılığı yoxdur. Yəni qarşılığı yoxdur. Maraqlı bir fikirdə var indi. Bu layla prosesindən keçən birinci uşaqlar var, ikinci uşaqlar var. Aranızda evdə birinci uşaq olanlar var. Evdə birinci uşaq olanlar. Bəs evdə ikinci uşaq olanlar? Aha. Mənim bir tələbəm var, Ayan. Ayan sual vermişdi ki, müəllim, birinci uşaqla ikinci uşaq arasında ayrı seçkili eləyirlər. Birinci uşağın məsuliyyəti çox olur. Bəli. Real danışacağam ki, mən də birinci uşaq olmuşam. Bəli. Və mənim məsuliyyətim həddindən artıq çox olub. Bəli. Və çox ailələrdə də birinci uşağa verilən yük digərlərindən fərqli olur. Bəli. Bununla bağlı nə düşünürsünüz? Birinci uşağa verilən tərbiyə digərlərindən fərqlənirmi? Təcrübə də öz sözünü deyir. Yəni burada məsələ belə bir yanaşma var. Deməli, ruhsal doğuş məsələsi var. 0-2 yaş dönəmi güvənli bağlanma. Əgər sağlam böyüyübsə, güvənli bağlanıbsa körpə anasına, 2 yaşdan sonra da güvənli ayrılmağa başlayacaq. 4 yaşdan sonra nə baş verir? Elə bir ki, 2 yaşdan sonra mən oyanmağa başlayır. Körpənin öz məni oyanmağa başlayır, egosu inkişaf eləməyə başlayır. 4 yaşdan sonra super ego inkişaf eləməyə başlayır, üst mənlik inkişaf eləməyə başlayır. Bu dövrdə aidiyyət hissi üzə çıxır. Körpə özünü bir yerə aid eləmək istəyir. Körpə sosiallaşmaq istəyir, yoldaş axtarır, dost axtarır. Bu dövrdən sonra da bacı qardaş istəyir. Bəli. Yəni bu təbii prosesdir, bu doğal bir prosesdir 4 yaşdan sonra. Və bu yaşdan sonra körpə dünyaya gələn, yəni elə bir ki 4 yaş olandan sonra böyük övlad, kiçik övladlar dünyaya gəlir. Yəni baxıblar ki, bu dövrdə yəni ki böyük övlad, yəni ki o qədər də əziyyət çəkmir, qardaş qısqanclığından əziyyət çəkmir, yəni ki o sevgisizlikdən əziyyət çəkmir. Yəni bir də burada da bir valideynlərin təcrübəsi də olarsa ki, o böyük övlada sən müəllimsən, sən qoruyucusan, sən mənim köməkçimsən, sən mənim dəstəyimsən. Yəni bu 2 qat elə bir ki, yəni kömək olur həm böyük övlada. Kömək olur ki, yəni özünü çox erkən yaşdan güvənli hiss eləməyə başlayır ki, mənə güvənirlər, mənə inanırlar, mən köməkçiyəm, yəni mənə etibar edirlər. Həm bu tərəfdən təcrübə yığır, həm də ki, kiçik bacı qardaşına dəstək olur, hər mənada dəstək olur. Yəni bir də, yəni gərəyindən çox, bayaqlarım Rəhman müəllim sizə bir misal çəkmişdi, yəni ki, yəni belə bir hadisənin şahidi oldum mən. Mənə bir yoldaş zəng elədi, dedi ki, bəs qızımın kağızların içərisindən tapmışıq ki, özümü öldürmək istəyirəm. 6-cı sinifdə oxuyur qız. Bəs nə eləyim? Mən görüşdüm o qızla, söhbət elədim, çox da gözəl bir qız idi. Yəni baxdım ki, yəni kiçik övlad, oğlan övladıdır. Aralarında da müəyyən bir yaş fərqi var, böyük yaş var. Yəni diqqət cəmlənib oğlanın üzərində, hər şey oğlanın üzərində, diqqət, sevgi, yəni təklənib elə bir ki, qız övladı. Təklənib qız övladı. Yəni çox güclü sarsıntılar keçirdim. Yəni burada
təbii proseslər də var, qeyri-təbii proseslər. Yəni valideynə bağlıdır. Yəni valideyn bilməlidir ki, yəni ki, tutaq ki, ana kiçik övladla məşğul olsa, ata böyük övladla məşğul olmalıdır. Yəni onu bir də yəni böyük övladı kiçik körpənin dünyaya gəlişinə hazırlamalıdırlar, xüsusi hazırlamalıdırlar ki, həmin hadisə mənim həyatımda da baş verib. Və maraqlısı budur ki, mən təxminən 670-ə yaxın bal yığmışdım və 11-ci sinifdə oxuyanda imtahan məktubu yazmışdım. Bir yeniyetmə gənc olaraq və mənə maraqlı gələn bir sual var. Ətrafımda və çevrədə çox görürəm. Ümid edirəm hamıya maraqlıdır. Xüsusilə burada valideynlər varsa, övladları yaxşı oxuyursa intellektual səviyyələri yüksəkdir. Və o intellektual səviyyəsi yüksək olan şəxslərin həyat bacarıqları bəzən istənilən səviyyədə olmur. Yəni emosional zəka baxımından geri qalırlar. İndi bugünkü valideynlər intellektual zəkası yüksək olan şəxslərin emosional zəkasını yaxşılaşdırmaq üçün nə etməlidir? Əslində bu çox erkən yaşdan başlayır. Körpə nə vaxt ki paltar geyinməyə başlayır, biz ona paltar geydiririk. Biz imkan verməliyik ki, seçimlərini öz eləsin. Yəni iki köynəyi göstərməliyik ki, yaşıl köynəyi ya qara köynəyi, hansını geymək istəyirsən. İki ayaqqabısından birini göstərməliyik ki, hansını geymək istəyirsən. Təbii ki bu yaşda körpə seçimləri mexanika eləyəcək. Ancaq yavaş-yavaş, yəni o irəliyə doğru 3, 4, 5 yaşda o seçim etmək, qərar vermək bacarığı formalaşacaq. Bir. Sonra ayaq tutub yeriməyə başlayandan sonra körpə övladımıza evdə kiçik tapşırıqlar vermək lazımdır. Yəni ev işlərinə kömək eləsin, dəstək olsun. Bu yaşdan vəzifə, borc və məsuliyyət şuuru formalaşmağa başlayır. Əgər bu yaşdan biz onu formalaşdırmağa bacarmasaq, irəliyə doğru yeniyetməli illərində, gənclik illərində yəni özgüvənlə bağlı problem olacaq. Ünsiyyət. Yəni körpə oyanıq olduqda, bir həftəliyində, bir aylığında ünsiyyət, biz ondan o vaxtdan doya-doya söhbət eləməliyik, göz açıq olanda. Yemək pişirəndə onunla bir yerdə danışa söhbət eləməliyik. Özü söhbətimizi sual formasında qurmalıyıq ki, bilirsənmi biz indi nə eləyəcəyik? Bilirsənmi biz indi yemək pişirəcəyik? Bilirsənmi biz indi sənin altını dəyişdirəcəyik? Yəni bu sual formasındakı danışıqlar onun beyninin mərkəzlərini oyandırır ki, irəliyə doğru 3 yaşdan sonra danışmağa başlayandan sonra da özünü təşviq eləməliyik ki, özü sual versin. O həyat bilgiləri dedim. Yəni bu yaşdan, yəni ünsiyyət, düşünmə bacarığı, seçim etmək, qərar vermək bacarıqları bu yaşdan formalaşır. Maraq hissi, həvəs hissi çox erkən. Bir misal çəkim sizə. Doğan Cüceloğlu'nun yenə xatirələrindən çox dəyər verdiyim bir insandır. Deyir, mən bir gün kafedə deyək, Amerikada bir iş yoldaşım 8 aylıq körpəsini gətirib iş yerinə. Hər kəs öz işindədir, körpə iməkliyə getdi, çatdı divana, çalışır divana çıxmağa. Çox çalışır, çıxa bilmir. Axırı mən səbrim çatmadı, getdim, götürdüm, qoydum onu divana. Yəni, bu zaman atasının mənə qarşı həddən çox kobud bir reaksiyası oldu ki, sən nə etdin? Sən mənim övladımın gələcəyini məhv etdin. O ola bilsin ki, bugün divana çıxa bilməyəcəkdi. Sabah çıxacaqdı, birisi gün çıxacaqdı. Ancaq çıxandan sonra dönüb mənə baxacaqdı ki, mən bacardım. Və özgüvənin toxumları o zamandan səpir. Orada təkcə bir proses deyil, onun o divana çıxması bir proses deyil. Orada körpə görür ki, gündəlik görür ki, anası gəldi divanda oturdu, atası gəldi divanda oturdu, o iməkləyən vaxt. Yəni bunun içərisində bir maraq hissi var. Yəni o da görür onları, o həvəslənir divana çıxmağa. Maraq, həvəs. Yəni sonra həvəslənirsə istəyir ki, divana çıxsın, divana çıxmağa çalışır. Müəllim, çox önəmli bir fikir. Yəni burada mən bir şey deyim. Buyurun. Burada 3 proses edir. Biri emosional bölgə, yəni o divana çıxmağa başladığı zaman. Yəni emosional bölgə, beynin emosional bölgəsi aktivləşir. Sonra motor bacarıqları, bədən əl, qol, bədən aktivləşir. Bir də beynin problem həll etmə mərkəzi. Bunlar üçlü bir yerdə çalışmağa başlayır. Yəni o birinci gün çıxmaya bilər, ikinci, ancaq sonunda çıxacaq. Onda nə formal? Mən bacardım. Mən elədim. Yəni əzm,
iradə, bunlar hamısının formalaşması bu yaşdan. Yəni o divana çıxmağa sadəcə biz ona bir divana çıxma prosesi kimi baxmalı deyilik. Yəni bir öyrənmə meydançası kimi baxmalıyıq. Elə bir ki bir gələcəyə doğru addımlar atmaq kimi baxmalıyıq. Yəni çox geniş baxmalıyıq. Yəni ki əgər biz onu birinci dəfə ondan məhrum eləsək, ikinci dəfə divana yaxınlaşanda nə edəcək? Sizcə nə edəcək? Avtomatik olaraq qadağan olmuş bir şey kimi baxacaq. Dönüb baxacaq ki, yəni ki ataya kim ona qoyub sonra divana gəlib dönüb baxacaq ki, mən bacarmadım, gəl məni çıxar. Əgər birinci gün özü çıxsa, ikinci dəfə dönüb baxmayacaq. Bəli. Yəni hər şey belə, yəni ki o Siyavuş müəllim, çox gözəl məqamlara toxunuruq. Artıq görüşümüzün son dəqiqələridir və mən istəyirəm bu arada gəlin xırda bir şeir fasiləsi eləyək. Olar və o anda dinləyicilər də emosional bir şey dinləsinlər. Əslində mən deməli olduğum mövzulara heç toxunmadım. Heç toxunmadım. Burada məndə 13-14 dənə mövzu var idi ki, çox önəmli məsələlərdən biridir. Birini toxunum, ondan sonra şeirə keçərik. Amerikada belə bir araşdırma aparıblar. Deməli, Vyetnam müharibəsindən sonra müharibədə iştirak edən əskərlərin beyinlərini yoxlayıblar, analizdən keçirdiblər. Necədir beyin quruluşu? Sonra İraq müharibəsindən sonra əskərlərin beyinlərini analiz ediblər, tədqiq ediblər. Sonra o münaqişəli ailələri, sərt avtoritar olan ailələri, ailədə körpənin üzərinə çox bağırılan ailələrdə, o körpələrin, problemli ailələrdə böyüyən körpələrin beyinlərini analiz ediblər və bir də çox erkən yaşdan kompüter oyununa cəlb olunan, həddən çox kompüter oynayan, qorxulu kompüter oyunları oynayan körpələrin, övladlarımızın beyinlərini araşdırıblar. Görüblər ki, bütün bunların beyni bir-birinə çox yaxındır. Yəni, müharibədə iştirak edən əskərin beyni ilə, beyin quruluşu ilə, yəni, münaqişəli ailədə böyüyən övladın beyin quruluşu və bir də kompüter oyunlarını erkən yaşda başlayıb, həddən çox qorxulu kompüter oyunları oynayan körpə övladlarımızın beyin quruluşu bir-birinə yaxınlaşıb. Yəni, bunu valideynlər buna çox böyük əhəmiyyət verməlidirlər ki, yəni ki, o münaqişəli ailələr, bir də həddən çox erkən yaşdan, həddən çox kompüter oyunlar, yəni beyin artıq, yəni ki, o elə bir ki, əskərliyi qutarıb gələn insanların beyni necə olar? Yəni, kontujenli, çox ciddi zədələnmiş bir beyin olur da. Yəni, bax, həmən bir, yəni erkən yaşdan övladlarımızın beynində belə ciddi problemlər var. İndi mən bir dənə şey əlavə olaraq bəzi məsələləri qeyd edeyim. Bu yaxın zamanda Yasin bəyin komandasının növbəti görüş olacaq və növbəti görüşdə digər məqamlara toxunarıq ətraflı olaraq. Və siz şeiri səsləndirəndən sonra sizə qısa bir sualım olacaq. Bəli. Şeiri səsləndirək, sonra qısa bir sualımız olacaq. Onun cavabını sizdən xüsusi olaraq istəyəcəm. Olar? Olar. Davamlı məşğuldum o qədər illər, sənlə doya-doya oynayamadım. Sən məni çağırdın, gəl oyna deyə. Mən bir türlü zamanı ayıramadım. Geydirdim, doydurdum, səni qorudum. Sadəcə bunları yetərli sandım. Mənə oyuncağını gətirdiyində mən səni çoxu kəs başımdan etdim. Yatağa yatırır, səni oxşardım. Sən yatar yatmaz həmən çıxardım. İndi o günləri çox gözləyirəm. Keşke bir dəqiqə daha çox qalsaydım. Həyat nə qədər qısa, illər nə sürətli. Nə zaman böyüdü bu kiçik övlad? Ona toxunmaq üçün uzandığımda əllərim boş qalır, ürəyim buruq. Artıq nə rəsimlər, nə də oyunlar, nə xeyirli gecələr, nə sarılmalar. Hamısı çox geridə, yetişmək də zor. Yaşanmadı sanki o gözəl illər. Artıq heç işim yox, yapayalnızam. Günlərim çox uzun, üstəlik də boş. Keşke istəklərini bir-bir etsəydim. Kiçik arzuların indi çox şirin, çox xoş. Siyarsan. Alqışlayırıq. Müəllim, sualım budur. Sualım budur ki, kiçik arzular xoşdur, yoxsa boşdur? Və sualımı belə davam elətdirirəm. 6 ilə 4 kiçikdir, yoxsa böyükdür? Məncə tək olanda kiçikdir. Birləşəndə nə olur?
6, 4, 64. Düzdürmü? Və birləşən 6, 4 bizə nəyi verir? İndi onu görəcəyik. 6 ilə 4 nəyi verirsə, indi... Müəllimi bir təbrik eləyək. Öpəlim. Evet. Çox təşəkkür edirəm. Sağ olun. Müəllim, elə ayaq üstə sualı verirəm sizə. 6 ilə 4-ü birləşdirəndə nə olur? Xoşbəxtlik olursun. Mən bizim görüşümüz davam edir, yox? Bəli, bir neçə dəqiqə davam edəcək, bəli. Ya, nə qədər keçdi ki, biz nə qədər söhbət eləmişik? Mən də elə gəlir ki, bir an keçdi. 5-ə qalır. Elə? Bəli. Mən yekunlaşdırımın da, yox? Uyğundursa, bəli. Birinci, çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Hamınıza gəldiyiniz üçün. Ancaq mən yenə səmimi deyirəm. Yəni, demək istədiklərimin heç 10%-ni sizə çatdırmadım. Hamısı qaldı kağızın üzərində. Yəni, onların hamısını həyatdan misal olaraq hazırlamışdım ki, həyat misalları üzərində, həyatdan çəkdiyim misallar üzərində. Yəni, mən özümü çox xoşbəxt insan hiss edirəm. Həqiqətən xoşbəxt insan hiss edirəm. Çünki keçib gəldiyim yollar çox keşməkeşli olub, çox çətin olub, çox problemlərim olub. Ancaq sonunda hər zaman elə bil ki, görünməyən əllər mənim qapılarımı açıb. Yəni 64 yaşım var bugünkü gün. Övladlarımı gözəl böyütmüşəm, uğurludular. Yəni son 15 ilimi də özüm də bilmədən necə bu yola düşdüm, bu kitabları yazdım. Yəni övlad mövzusu ilə məşğul olmaq, övlad yetişdirməklə bağlı kitablar yazmaq və həyatını buna həsr eləmək, bundan gözəl bir şey ola bilməz. Mənim həqiqətən ki, əgər mən biləndə ki, hardasa kiməsə bir balaca dəstəyim olub, köməyim olub, mən özümü çox xoşbəxt hiss edirəm. Və xoşbəxtəm ki, yəni elə bir ki, yaradan Tanrı mənə bu həyatı qismət eləyib. Mən də indən belə ki, həyatımı, yəni sırf bu işə, yəni son 3 ildə sırf bu işə məşğulam, başqa heç bir işim yoxdur. İrəliyə doğru da bu həyatımı, yəni sırf övlad tərbiyəsi ilə, gənclərə dəstəklə, köməklə, məsləhətlərimlə, belə görüşlərimizlə, təmənnasız, sırf təmənnasız, yəni həsr eləyəcəm nə qədər ki, Tanrı mənə bir ömür verib. Sağ olun. Müəllim, biz də təşəkkürümüzü bildiririk. Bu arada müəllimə əlavə olaraq qeyd eləyək ki, 3 görüşdə hədiyyə eləyirik. Bir görüş Yasin Bəygil tərəfindən olacaq yaxın zamanda. Bundan əlavə 2 görüşdə onlayn formatda keçiriləcək. Tamam. Yaxın zamanda bununla bağlı sizə məlumat veriləcək və auditoriyaya da məlumat veriləcək ki, hansı mövzulara toxunulacaq. Yaxşı? Bir sözümü də deyim, yəni sizin, yəni harda, kimlə, nə zaman, yəni ki, belə bir görüş təşkil edə bilərsinizsə, mən 5 nəfər olsan, 10 nəfər olsun, fərq etməz mənim üçün. Mən həmişə görüşməyə hazıram ki, sadəcə olaraq faydalı ola bilim. Hardasa, necəsə, nə formadasa faydalı ola bilim. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirik. Bugün gələcəyi formalaşdırmaqdan bəhs elədik. Gələcəyi formalaşdıra biləcəyik. Sağ olun, təşəkkür edirəm.